Boz ay və ya boz şillə qədim adət-ənənəyə görə Novruz bayramı gəlməzdən əvvəlki dövrü əhatə edən təqvim ayıdır. Boz ayda su, od, yel və torpaq çərşənbəsi qeyd olunur. Boz aya yazın 40-lı çağı da deyilir. Boz ay 22 fevralda başlayıb, ilin qısa və uzun olması ilə bağlı olaraq 20-22 marta qədər davam edir. Bir əfsanəyə görə keçmiş zamanda il ayları bölünəndə hər aya 32 gün verilir, boz aya isə cəmi 14 gün düşür. Boz ay inciməsin deyə hər ay ona bir gün verir. Yenə qısa qaldığı üçün bəzi aylar yenə ona gün verir. Ancaq başqa aylardan aldığı üçün günləri hava şəraiti baxımından bir-birinə oxşamır. Bu ayda bağ-bağçaya qulluq edilir, otlaqlar səliqəyə salınır, arılar üçün şirə, ruzi payı ayrılır. Boz ayın ortalarında taxıl sahələrinin suvarılması, güləmbər, döndərmə, çiçək suyu adlandırılır. Təzə bağ salanlar şitili bu ayda bastırır. Boz ay müddətində Novruza qədər evlər təmizlənir, səməni və bayram donu hazırlanır. Havanın tutqun keçdiyini görən uşaqlar günəşi çağırma mərasimi keçirir.